Ay Allah. Təbii ki, bura düşdü. Qorxmayın. Mən qorxmamsa siz də qorxmayın. Baxın, görün körpü necə dağıdıblar. Day demirlər buradan keçmişik. Düşmənin Su-25 qırıcı təyyarəsini məhv elədim. Onu məhv etməklə imkan vermədim. O döyüş tapşırığını icra eləsin, yerinə yetirsin. Məni vurmaq istəyir. RPK-nı qaldırıb mənə tərəf. Mənim mühafizəçim vurdu onu. Qubadlının dağları. Neçə illərdir sən işğal altında idin. Axır ki, səni azad elədi ay vətən. Radiostansiyada məlumat gəlib ki, qələbə qazanmışıq. Qarabağ Azərbaycandır. Mən Nəsrov Nizam Rasimoğlu, 12 dekabr 1993-cü ildə Füzuli rayon Böyük Bəhmən kəndində anadan olmuşam. 2015-ci il aprel ayından Füzuli rayonunda yerləşən Ensali hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamışam. 2016-cı il aprel döyüşlərində iştirak eləmişəm və orada yüngül yaralanmağıma baxmayaraq yenə xidmətimi davam elətdirmişəm. 27 sentyabr 2020-ci il tarixdə bizə hücum əmri veriləndə Ensali hərbi hissənin kəşfiyyat bölüyü ön xətti yardı və mən də onların arxasınca davam elədim. Onların hava hücumundan müdafiəsini təşkil elədim. Oktyabr ayının 15-nə kimi Füzuli rayonunun Abdurrəhmanlı istiqamətində 40 metrə deyilən yer var. Orada döyüşümü davam elədim. Oktyabr ayının 15-də mən yerimi dəyişdim Cəbrayıl istiqamətinə doğru. Orada da Ensali hərbi hissənin kəşfiyyat taborunu hava hücumundan müdafiəsini təşkil eləmək üçün verildim və onların hava hücumundan müdafiəsini təşkil elədim. Onları düşmən aviasiyası vurmasın deyə mən orada döyüş növbətçiliyi aparırdım. Gecə-gündüz. 17 oktyabrda Cəbrayıl rayonunun Dağtumas kəndində kolonlar şəklində hərəkət edib Qubadlının Balasoltanlı kəndinə girəcəkdik. Və kolonlar şəklində düzülüb komanda gözləyirdik ki, döyüşərək girək ora. Kolonlardan 3 metr qabaqda mövqeylənib yerimi tutmuşdum. Bu zaman düşmən aviasiyası hücuma keçdi. Düşmən Su-25-i hücuma keçdi. Bu anda mənə təhkim olunmuş Daşnaq Zenit raket kompleksini, İqlais raketini çiynimə alaraq və öz şəxsi heyətimə komanda verdim. Yaylım atəşi açılsın bunlara. Və ilk raketi özüm atdım. Qarşılama kursunda mən onu vurdum qabaq hissəsindən və o fırlanaraq çırpıldı dağa. Partladı. Düşmənin Su-25 qırıcı təyyarəsini məhv elədim. Mən onu məhv elədiyim zaman kolonlarda düzülmüşdü. Bizim 1000 nəfərdən çox şəxsi heyətimiz var idi. Yəni zabit-gizir əsgərlərimiz var idi orada. Sonra sursat maşınlarımız var idi. Onu məhv etməklə imkan vermədim. O döyüş tapşırığını icra eləsin, yerinə yetirsin və onu orada vurdum, məhv elədim. Mən onu vurmasaydım, yəni o gəlib o kolonu vuracaqdı, ən azından 1000 nəfər şəhidimiz olacaqdı. Mən o Su-25-i vurandan sonra düşmən mənim attığım raketin yerini gördü. Mən həmin vaxtı yerimi dəyişə bilmədim. Ona görə ki, düşmən artilleriya atəşi yağış kimi yağdırırdı həmin zaman üstümüzə. Orada məni vurdular. Özümdə olmadım həmin vaxtı. Yaralandım, ağır yaralandım. Və mən yaralı olduğum halda şəxsi heyətdən mən 500 metr kənarda oldum. Mən o vaxtı vuruldum. Onlar görmədikləri üçün məni çıxara bilmədilər oradan. Və mənim yaxınlığında olan radiostansiyaya mən cavab verdim. Dedim ki, haqqınızı halal eləyin də. Mən qalmışam, yaralı haldayam. Mənim yerimi də tapa bilməyəcəksiniz. Cəfərov Ozal İbrahimoğlu mənim yerimi bildi. O həyatın təhlükəyə ataraq, canı bahasına, qanı bahasına gəldi məni oradan silahımı götürdü, raketimi götürdü, radiostansiyamı götürdü və məni də oradan sürüyərək 2 kilometr arxaya gətirdi. Təcili tibbi yardım maşınına gətirdi, qoydu. Oradan da məni Cəbrayıl rayonunda yerləşən Daşkəsən kəndində səyyar hospitalımız orada fəaliyyət göstərirdi. Gətirdilər ora məni, ilkin tibbi yardım göstərdilər mənə. Gözləyirdi ki, gecə olsun. Məni oradan çıxartsınlar, ağır olduğum üçün Bakıya məni gətirsinlər. Mən başımdan yaralandım və bir də ki, 120-lik minamyotun dalğası məni çırpmışdı divara. O, mənim belimdə fəqərələrim yerindən elə oynamışdı. Və mən
Orada ilkin tibbi yardım mənə göstəriləndən sonra mən yaralı halda döyüşü davam elətdirdim. Mənə dedilər ki, sən bu haldasan da get müalicə al, ondan sonra təkrar qayıdarsan. Mən israrla döyüşə qayıtmaq istəyirdim, ona görə ki, mənim orada qardaşlarım var idi. Bundan əlavə orada gənc əsgərlər var idi ki, hansı ki, o qədər də təcrübəsi yox idi, mənim qədər təcrübəsi yox idi. Ona görə mən istəyərək, israrla getdim, təkrar qayıtdım döyüşə. Sağ olsun, komandirlərim də buna görə mənə şərait yaratdılar ki, yəni bu vəziyyətdə sən döyüşü davam edə biləcəksənsə, problem yoxdur. Yəni onlar istəsəydilər əgər, məni orada döyüş meydanından çıxardardılar. Amma sağ olsunlar ki, onlar da mənim israrlarımı nəzərə alıb, içimdəki olan qisas hisslərini nəzərə alıb, dedilər ki, problem yoxdur, başla döyüşə. Və biz girdik Qubadlının Balasoltanlı kəndinə. Mən manqamı döyüş düzülüşünə açdım. Bizdən səfərbərlikdən bir nəfər də mənə vermişdilər, mühafizəçi kimi. Mənim avtomatla, məndə raket idi, onda avtomatla məni mühafizə eləyirdi. Həmin bu vaxt məndən hardasa bir 150-200 metr kənardan, dərənin arasından bir nəfər çıxdı. Əlində RPK silahı ilə üstümə tərəf gəlir. Bunun formasından görürəm ki, bizim kəşfiyyatçıların, sərhəd qoşunlarının kəşfiyyatçılarının formasına oxşuyur. Amma o deyil, yəni onu oxşuyur. Belə üstümə gəldi, qıraqdan onu oxşatdım. Amma yaxınlaşdıqca gördüm ki, yox da bu o deyil də. Qışqırdım, soruşdum, sən kimsən? Bu mənə erməni dilində cavab verir. Qışqırdım uşaqlara ki, bu ermənidir. Məni vurmaq istəyir, RPK-nı qaldırıb mənə tərəf atmaq istəyir. Mən özümü atdım, mənim mühafizəçim vurdu onu. Yaralı halda qaçmağa çalışırdı. Biz onun arxasınca gedəndə götürdü 2 F1 qumbarası. Bizə tərəf tulladı. Xoşbəxtlikdən heç kimə heç xəsarət olmadı. Onu orada məhv elədik və həmin vaxtı orada düşmənin atdığı ağır artilleriya atəş nəticəsində mənim o mühafizəçim şəhid oldu. Müharibə belə deyək ki, biz onu görmüşük. Müharibə başlayanda o bizə çox çətin anlar yaşatdı. Belə oldu ki, biz bu 44 günlük müharibədə çox həyəcanlı günlərimiz çox oldu. Biz nizamdan heç bir xəbərimiz, məlumatımız olmurdu. Çox narahatçılıq hissi keçirdirdik. Demək olar ki, gecəmiz, günüzümüz yox idi. Biz ondan bir xəbər ala bilmirdik. Telefondan zəng eləmək onlar üçün təhlükə olur deyin, ona görə tez-tez zəng eləyə bilmirdik. Bacımdan zəng eləyib soruşurdum. Qubadlının Balasoltanlı kəndindən keçdik Xəndək kəndinə, ondan sonra keçdik Laçının Güləbir kəndində mövqeyləndik. Laçın dağlarının zirvəsindəyik. Bax, Laçın dağlarının zirvəsində. Axır ki, Laçına da çıxdıq. Hədəfimiz Şuşa. Bölmələrdən 1 kilometr kənarda dəhlizə doğru, Laçın dəhlizinə doğru mövqeylənmişəm ki, hansı ki o yerdə bir vadidir. Yəni Su-25 gələrsə oradan gələcək. Başqa yerdən gələrsə bizim hava hücumu müdafiə silahlarımız vuracaq onu, hündürlüyə qalxsalar. Amma bu Su-25 aşağı hündürlüyə uçduğuna görə, yəni mən onu elə sərbəst, o da o düşmən pilotu da ağlına belə deyim də gətirməyib ki, yəni burada belə bir səriştəli bir hərbi qulluqçu olar bunu vurmaq üçün. 29 oktyabrda düşmənin 2 Su-25 qırıcısı hücuma keçdi. Mənim raketimdə qida mənbəyi deyilən bir şey var. Onu açanda raketə infraqırmızı şüalar buraxır. Hədəfin şəklini çəkir və o hədəfə doğru irəliləyir. Mən onu nişan alanda o içəridə görür ki, mən onu nişan almışam. Və o mənim üstümə şar buraxdı ki, mən tətiyi çəksəm gedib şara dəyəcək. Üstümə mənim şar atdı, mən də şarı gözlədim, qanat hissəsindən vurdum, bu tüstüləyə dağı açdı o tərəfə. Düşdü, tüstüsünü görürdük. Və mənim əsgərim Şükürov Laçın Bəhiyyəddin oğlu var idi. Onun vurduğu öz yanımıza düşdü. Gördük. Korpusun hava hücumu müdafiə rəisi vardı, polkovnik Elşən Ağacılov. Mənlə çıxdı əlaqəyə ki, bunu kim vurdu? Dedim ki, mən vurdum da. Dedi, sağ ol, var ol, təşəkkür edirəm və bunu bizim hərbi birliyin komandiri general-leytenant
Mais Bərxudarova məruzə elədi. Mais Bərxudarov da dedi, sağ olsun, onun əllərindən öpürəm. Biz o qırıcıları vurmasaydıq, bizim orada şəxsiyyətimiz şəhid olacaqdı. Çox sayda düşməni döyüş tapşırığının imkan vermədik yerinə yetirsin. ...29 sentyabr o 2-ci Su-25-i vurandan sonra məni general-leytenant Ənvər Əfəndiyev öz korpusuna seçdi. Dedi, mənə hazırlıqlı manqa lazımdır və məsləhət gördülər. Mən onun korpusuna hazırlıqlı öz manqamla bərabər onlara getdim. Laçın rayonunun Xanalay kəndinə. Baxın, bura Qubadlının, bu yol Qubadlının çıxışı Laçının girişidir. Laçın girişidir. Bizdəki gedirik Laçına doğru. Laçın koridoruna doğru. Qələbə bizimlədir. Oradan da ki, Daşaltıya tərəf yola düşdük. Noyabrın 8-ci günü mən hansı ki, bayaqlar qeyd elədim, məni həyatımı xilas edən o Cəfərov Ozal İbrahimoğlu ki var, həmin o hərbi qulluqçu yaralandı. But sümüyündən qəlpə girdi və sümüyü qırdı. Bizim düz yanımıza düşdü. Hamımız kontuziya aldıq, qapalı kəllə beyin travması aldıq. Bundan komandiriyəm, qalmışam bundan ortasından. Bu yaralıdır. Bu birlər də ki, birinin dili batıb, biri belə durub, heç nəyi tanımır, heç biri düşmənin üstünə tərəf gedir. Silahı qoyub yerə düşmənin üstünə tərəf gedir. Onu çəkib salmışam aşağı. Yəni, idarə etməsini itirmişdi də, yəni ağır travma almışdı. Və həmin onda o Cəfərov Ozal İbrahimoğlu'nun onun öz bel kəmərini çıxardım, onun qanını durdurdum. Öz manqamla bərabər o dağdan aşağı, belə deyim də, çətinliklə, çox, yəni orada bir balaca ayağın büdrədi sənin, o dağdan yuvarlanacaqsan aşağı. Onu gətirdik, çatdırdıq təcili tibbi yardım maşınına və onu göndərdik hospitala. Noyabrın 8-ci günü bu yaralandı, bir saatdan sonra, 2 saatdan sonra müharibə dayandı. Baxın, bu düşmən tankıdır. Müharibənin dayanmağını bizim heç sənə xəbərimiz yox idi. Ümumiyyətlə gördük, nə atəş səsləri kəsildi, nə onlar atəş açır, nə də bizlər atəş açır. Və birdən saat dəqiq yadımda deyil, çünki orada saatımız aldım, heç nəyimiz yox idi da. Onu da gördüm ki, bizim əskərlər, bizdə taborun hamısı yaylım atəşi açırlar göyə. Yaylım atəşi, hamısı sevinirlər. Hamısı radiostansiyada bunlara məlumat gəlib ki, qələbə qazanmışıq. Qarabağ Azərbaycandır. Və bu sevinci, o ağrılarımız, acılarımız getdi də, yəni o sevinclə getdi. Gecə saat 4-də xəbər verildi ki, müharibə dayandırılıb, atəşkəsdir. Onda səhəri gözlədim ki, Nizamın özünə zəng eləyim. Zəng elədim, xalan qurban hardasan? Dedi ki, xala Laçının Güləbirti kəndindəyəm. Nə olub xala, nə olub? Dedim, xalan sana qurban. Sənin səsini eşitdiyim, elə biləm dünya mənimdir. Şükür Allaha, müharibə qutarıb, imzalandı müqavilimiz. Allah şükür ki, sağ-salamatçılıqdır. Onda dedi ki, elə burada nəysə, elə bir sözləri eşidirəm, amma dəqiq olduğunu, olmadığını bilmirəm. Şükür, xala. Elə sən də səsini mən eşitdim, elə biləm dünya mənimdir. Bizim çox şükür ki, torpaqlarımız azad olundu. Bu torpaqlarımızın azad olunmasında mənim bacım oğlu Nizamın çox böyük igidliyi, qəhrəmanlığı olub. Biz bugün Nizamla fəxr edirik, həmişə də fəxr eləyəcəyik ki, bizim belə igid, cəsur bacımız oğlu var. Bura Füzuli rayon Böyük Bəhmən kəndidir. Mən bu kənddə doğulmuşam, bu kənddə böyümüşəm. Və döyüşdən sonra mən bu kəndə qayıtdım. Bu kənddə məni çox gözəl qarşıladılar, qəhrəman kimi qarşıladılar.
yaxşı qarşıladılar. Və mənim üçün çox qürur verici oldu. Yaxşı oldu mənim üçün ki, yəni mənim kəndi məni belə qarşılamaqları müharibədən əvvəl münasibət necə idi, müharibədən sonra tamam başqa cür oldu. Çox qürur verici oldu. Çox həqiqətən fəxr hissi keçirdi insan. Mən də hər bir Azərbaycan əsgəri kimi, qalib ordunun əsgəri kimi öz üzərimə düşən işi layiqincə çalışdım, yerinə yetirdim. Tez-tez buralara gəlib baş çəkirəm. Burada olduğum, döyüşdüyüm yerləri xatırlayıram. Burada şəhid olan qardaşlarımızı xatırlayıram. Çox şükür bugün biz yanımızda Nizam sağlamdır. Qayıdıb gəlib öz ailəsinin, uşağının yanına. 2 yaşı olanda müharibə başladı. Allah heç bir uşağı atasız qoymasın. Gözəl balam da atasını gördü, şükür Allaha indi. Atası ilə nəfəs alır, özünüz də görürsünüz ki. Digər qazilər kimi mən də cənab prezidentin sərəncamı ilə Cəsur döyüşçü medalı ilə, Füzulinin azad olunması uğrunda medalı ilə, Xocavəndin azad olunması medalı ilə, Zəngilanın azad olunması medalı ilə təltif olundum. Bu medalı isə ordunun yaranmasının 100 illik münasibəti ilə cənab nazirimiz verib.